Səndə belə bir şey olur, nəsə demək istəyirsən, amma sanki boğazın düyünlənir. Sözlər sanki ağzına qədər gəlir, amma çıxmır. Əslində bunun səbəbi sadəcə həyəcan deyil. Sən artıq danışmağa hazırlaşanda nitq proqramlarını beynin işə salır. Boğazın, səs tellərin, nəfəsin danışmağa hazır olur fiziki şəkildə. Amma eyni anda qorxudan, utancdan, qarşı tərəfin reaksiyasından özünü saxlayırsansa, bədən iki fərqli siqnal alır. Bir tərəf deyir danış, digər tərəf isə deyir sus. Bu iki konfliktdən boğazında sıxılma yaranır. Bu sadəcə hiss deyil. Bu, sinir sisteminin yaşadığı daxili konfliktin fiziki əksidir. Yəni problem doğru sözləri tapmaq deyil, özünü təhlükəsizlik və güvəndə hiss etməkdir. Bəs bunu necə dəyişmək olar? Məhz burada nəfəs texnikaları işə yarayır. Çünki boğaz sıxılanda problem təkcə düşüncədə olmur. Sinir sistemi özünü təhlükədə hiss edir. Yavaş və tənzimlənmiş nəfəs beyinə və bədənə təhlükə artıq yoxdur siqnalını verir. Bədən sakitləşdikdə boğazdakı gərginlik də azalır. Amma əgər səndə bu reaksiya illərdir davam edirsə, burada təkcə nəfəs məşqləri kifayət etməyəcək. Seanslarımızda səni susmaya məcbur edən emosional yüklərlə və şüuraltı reaksiyalarla işləyirik. Sinir sisteminə özünü ifadə etməyin təhlükəli olmadığını yenidən öyrədirik. Çünki bəzən problem danışa bilməmək deyil, problem danışmağın hələ də təhlükəli hiss olunmasıdır.